Təsəvvür eləyin ki, mən əvvəllər ətə yağ əlavə eləyirdim, su vurmurdum, o şəkildə qovururdum. İndi isə mən çəkilmiş ətə su əlavə edirəm. Bir qədər ət pişdikdən sonra yağını, duzunu, zirincini əlavə edib qovururam və içlik şəklində istədiyiniz piraşkidə, qat-qat xəmirlərdə istifadə edə bilərsiniz. Mən bu dəfə qat-qat xəmirdən istifadə edəcəm. Hazır qat-qat xəmirdir. Çox rahatdır. Ümumiyyətlə çalışın dondurucuda həmişə belə əti də qovurun, qoyun. Qat-qat xəmiri də saxlayın. Evinizə qonaq gəldi, ürəyiniz məsəl üçün qəfil bir belə ləzzətli qəlyan altı istədi, hazırlayın. Heç nə. Qat-qat xəmiri qoyuruq, biraz açılır. Ondan sonra oxlovla bir damcı yayıram. Gördüyünüz şəkildə bükürəm, içliyi qoyuram. Üzərinə yumurtanın sarısını əlavə edirəm. Ağ küncüt səpirəm. 200 dərəcədə 15 dəqiqə üzəri nar kimi qızarır. Çox dadlı olur, çox ləzzətli olur. İnanın, o qədər sevirəm bu qəlyan altını. Mütləq hazırlayın, nuş eləyin, mənə sağ ol deyəcəksiniz.